Salam, hər vaxtınız xeyir olsun. Bu gün mövzulararası əlaqə və məntiqi ardıcıllıq mövzusundan testlərin izahlarına qaldığımız yerdən davam edəcəyik. Başlayırıq 21-ci sualdan. Yalnız baş üzvlərdən ibarət olan, baxın, baş üzvlərdən ibarət olsun. Fe'li xəbərli müəyyən şəxsi cümlə müəyyən edin. Baxın, fe'li xəbərli olsun, müəyyən şəxsli olsun. Adətən bu cür testlərdə əsasən fe'li xəbər nüansına toxunsaz daha yaxşı olar. Fe'li xəbər nədir? Əsasən deyək, təsriflənən feillərlə ifadə olunur. Təsriflənən feillərlə ifadə olunur və yaxud da təsriflənən feil formalarının şəkilsəlini öz üzərinə götürür. Yəni biz buna nəyin nümunə verə bilərik? Buna nümunə verə bilərik. Məsəl üçün əvəzlikdən. Əvəzlik həm ismi xəbər ola bilər, həm fe'li xəbər ola bilər. Necə fe'li xəbər olacaq? Məsəl üçün deyirəm ki, qaçdı. Düzdür? Mən buna sual verirəm. Əvəz edirəm. Nə ilə əvəz eləyəcəm? Sual verək. Nə etdi? Baxın, həmin əvəz elədiyim hissə, əvəz elədiyim söz nədir? Nə etdi? Sual əvəzliyidir, sual əvəzliyidir. Rahatlıqla fe'li xəbər ola bilər, ola bilər. Çünki belə deyək də, sual əvəzlikləri suala cavab vermədən cümlə üzvü olur. Nə etdi və yaxud baxın, nə edir? Götürə bilirəm də bunu, düzdür? Götürürəm, fe'li xəbər kimi götürəcəm. İsmi xəbərlər hansılardır? İsim, sifət, say, əvəzlik də dedim, əvəzlik də daxildir bura. Məsəl üçün, baxın, kimdir? Təsdiqlənən fe'lin forma xüsusiyyətləri yoxdur ki? Yoxdur, onda mən nə götürəcəm? İsmi xəbər götürəcəm. Sonra zərfdir, fe'ldən fe'li sifətdir, məstərdir. Bir də frazoloji birləşmələr var. Frazoloji birləşmə də həm ismi xəbər mövqeyində, həm də fe'li xəbər mövqeyində iştirak edə bilər. Bunu indidən izah edirəm ki, testlərimizdə digər variantlarda çıxanda biləsiniz ki, nəyə görə bu variantlar çıxıldı, nəyə görə digər cavab tapıldı. Məsəl üçün deyirəm, baxın, cin atına mindi. Nə etdi? Cin atına mindi. Təsdiqlənən fe'lin formasını götürdü, di. Xəbər şəklini götürdü. Və yaxud onun məqsədi bizi tutaq deyirəm, ələ salmaqdır. Baxın, məsələnin şəkilçisi var. Var, maq şəkilçisi. Ələ salmaqdır. Məsələ dediyi nə olacaq? İsmi xəbər. Götürə bilirik ismi xəbər, götürə bilirik. Deməli, həm frazoloji birləşmələr, həm də əvəzliklər, həm ismi xəbər, həm də fe'li xəbər ola bilər. İsmi xəbərə digər nümunələr də nəyi saya bilərik? Predikativ xəbərləri, məsəl üçün var, yox, mümkün, gərək, lazım, bəs. Digər tərəfdən də məsəl üçün deyili də bura əlavə eləyə bilərik. Dır şəkilçisinin inkarı kimi. Həm fe'li xəbər ola bilər, həm ismi xəbər kimi. Məsəl üçün tutaq yazası deyil. Yəni bir yerdə biz nə götürəcəyik onu? Baxın, lazım şəkildə, düzdür? Yazası deyil. Düzdür, bir yerdə nə olacaq? Xəbər olacaq, yazası deyil. Və yaxud da tutaq həkimdir. Buranı silək. Həkimdir. Həkimdir. Baxın, dir nəyə artırılıb? İsmi artırılıb. Düzdür? Dir ismi artırılıbsa, bunun inkarını düzəldirəm. Həkim deyil. İsmi artırılıbsa olacaq nə? Bir yerdə həkim deyil. Bir yerdə olacaq ismi xəbər. Yəni bu cür vəziyyətlərdə həm ismi xəbər, həm fe'li xəbər kimi götürə bilərik. Amma əsas nitq hissələri baxımından dediyimiz kimi əvəzlik ola bilər, frazoloji birləşmələr ola bilər. Bu funksiyalarda ismi xəbər, fe'li xəbər mövqeyində iştirak eləyəcək. Demək, davam edirik. Baxaq deməli testimizə. Fe'li xəbər dedikdə nə olacaq? Fe'lin təsdiqlənən formalarını qəbul eləyəcək. Deməli, d-nı görürük burada. Qəbul eləyib fe'lin təsdiqlənən formasını. Xəbər şəklini qəbul eləyib, düzdür. Deməli, mən burada a-nı çıxacam. Belə sintaktik təhlil eləyək. Baş sözlərdən ibarətdir bu cümlə. Tutmadılar. Nə etmədilər? Tutmadılar. Kim? Bəziləri. Nə tutmadılar? Hal, əhval da. Qeyri-müəyyən təsirli yal tutmadılar. Nəyi? Və yaxud da nə? Qeyri-müəyyən təsirli yal oldu? Oldu.
A-nı çıxıram. Müəyyən şəxsi cümlədə, amma digər iki nüansı ödəmirəm. Fe'li xəbər, həm baş üzv məsələsin. Bu uşaqların ən güclüsüdür. Baxın, buradan sonra vergülüm var mənim? Var. Buradan sonra vergülüm varsa bu. Kim uşaqların ən güclüsüdür? Bu. Kimdir? Uşaqların güclüsüdür. Üçüncü növlə ifadə olunub, olunub. İsmi birləşmələrlə də ifadə olunursa, yenə də ismi xəbər mövqeyində iştirak edəcək. Deməli, B-də də ismi xəbərim var, var. Əni burada parçalaya bilmirəm, ədatdır. Ümumiyyətlə, üçüncü növü parçalaya bilmirəm. İstisnalarda parçalaya bilərəm. Onu da bundan əvvəlki testlərdə, dərslərdə də izahını vermişik. Bir yerdə xəbərdir, xəbərdir. Baş sözlərdən ibarətdir, ibarətdir. Müəyyən şəxsi cümlədir, cümlədə, amma fe'li xəbər nüansını, şərtini ödəmir deyə B-ni çıxırıq. Şaxtalı bir qış günü idi. Baxın, qış günü idi. Bir yerdə ikinci növdür, ismi xəbər. Şaxtalı qış birinci növ. Necə qış günü idi? Şaxtalı. Bir də burada birinci növ təyin söz birləşməsinin tərkibində bir sözü işlənirsə, bu ədat olacaq. 2 ilə əvəz eləyə bilsəm də. Məsəl üçün, qoca bir kişi, qoca 2 kişi deyə bilərəm də, düzdür. Amma birinci növün tərkibindədir. Mən bunu nə götürəcəm? Ədat götürəcəm. Baş sözlərdən ibarət müəyyən şəxsi cümlə olmadı, çünki şəxsi cümlədir. Tezdir, nə? İşə başlamaq. Nə vaxt hələ? İkinci dərəcəli üzvüm var, var. Fe'li xəbərlidir, yox. Tez nədir? Zərfdir. Mən götürə bilmərəm. Fe'li xəbər götürə bilmərəm. Müəyyən şəxsi cümlədir, bəli, baş sözlərdən ibarət də deyil. D-ni də çıxırıq. Deyəsən, xəstənin vəziyyəti yaxşılaşırdı. Deyəsən, morfoloji baxımdan modal sözdür, sintaktik cəhətdən ara sözdür və ara sözlər, xitablar sintaktik təhlilə cəlb olunmur. Olunmur. Ona görə də nə edirdi? Yaxşılaşırdı. Zaman şəkilçisi qəbul eləyib, fe'li xəbərdir, bəli. Nə yaxşılaşırdı? Xəstənin vəziyyəti. Bununla da bitdi. Baş sözlərdən ibarət oldu, oldu. Fe'li xəbər oldu, oldu. Mübtəda xəbərim oldu. Müəyyən şəxsi cümlə necə olacaq? Mübtəda xəbər xəbər əsasında mübtəda formalaşacaq. Düzdür. Həm də nə edəcəm? Mübtədanı asanlıqla bərpa eləyə bilirəm. Bərpa eləyə bilirəm. Amma digər sadə cümlə şəxsə görə növlərində mən mübtədanı bərpa etmək olmur. Təsəvvür eləmək olar, amma bərpa etmək olmaz. Demək, keçirik 2-yə. İkinci dərəcəli üzvün iştirak etmədiyi ismi xəbərli müəyyən şəxsi. Baxın, buradan rahatlıqla nələr çıxacam mən? Döyünürdü, zaman şəkilçisi qəbul edib fe'li xəbərlidir. Bu günün işi bu gündə görülməlidir, vacib şəkil. Yenə çıxıram, çıxıram. Və yaxud çatdırdıq. Baxın, zaman şəkilçisi qəbul edib, D-ni də çıxıram. Məmməd Həsənli oldu. Oldu burada. Yaşamaq, iştirak etmək, qalmaq mənalarını bildirmirsə, köməkçi fe'l olacaq. Məmməd Həsənli oldu. Bir yerdə olacaq, düzdür, xəbər. Yenə fe'li xəbər olur, olur. Deməli, olduğunu da götürməyəcək. Bizə qalır nə? Bizə qalır bir dənə variant, C variantı. Yəni, bunu rahatlıqla təhlil eləyək. Problem yoxdur burada. Baxın, nə edilməlidir? Görülməlidir xəbər. Nə vaxt? Bugün, zərfli, nə? Bugünün işi. İkinci özü iştirak elədi, elədi. Baxın, nə edirdi? Döyünürdü. Nə? Xəstənin ürəyi necə? Şiddətlə. Zərfli oldu, oldu. Onun fikrini çatdırdıq. Nəyi çatdırdıq? Onun fikrini, tamamlıq kimə? Hamıya, yenə tamamlıq. Nə etdik? Çatdırdıq. Rektorumuz kim? Rektorumuz Məmməd Həsənli oldu. Elmlər doktoru. Təyinimiz də var? Var. Qalır bir dənə C variantı. Baxın. Əziz uşaqlar. Gələcək sizindir, əziz uşaqlar. Əziz uşaqlar nədir? İsmi birləşməklə ifadə olunan xitabdır. Bayaq dedik, xitab sintaktik təhlilə cəlb olunmayacaq. Nə sizindir? Gələcək kimindir? Sizindir. Rahatlıqla baş üzvlər oldu, ancaq gələcək sizindir. İkinci dərəcəli iştirak eləmədi ki? Xeyr. Mübtəda xəbərim var, müəyyən şəxsidir. Yes. Sonra 23. İsmi xəbərli müəyyən şəxsi cümlələr. Baxın, bayaq dedik də məsdər ismi xəbər olacaq. Düzdür? Onun nədir? Həkim olmalıdır. Nə? Onun arzusu. Mübtəda xəbərim var. Var. Var.
götürəcəm. İsmi xəbərlidir. Bəli, ismi xəbərlidir. Biri götürdük. 2. Uşaq tərifdən xoşhallandı. Nə etdi? Xoşhallandı. Rahatlıqla bunu çıxacağam. Niyə görə? Feili xəbərdir. Təsvirlənən feili qəbul edib. Kim? Uşaq. Nəyə görə xoşhallandı? Tərifdən. Yəni, bitdi, getdi. İsmi xəbərli deyil. 2-ni çıxırıq. Səhərin açılan vaxtıdır. Baxın, səhərin açılan vaxtıdır. Səhərin vaxtı nədir? Səhərin vaxtıdır. Şəxssiz cümlədir. Mübtədanı bərpa eləyə bilmirəm. Heç mübtədanı düşünə də bilmirəm. Digər sadə cümlənin şəxsə görə növlərində, qeyri-müəyyəndə, ümumidə mən mübtədanı bərpa eləməsəm də düşünə bilirəm. Amma şəxssiz cümlədə mən bunu nə bərpa eləyə bilirəm, nə də düşünə bilmirəm. Baxın, məsəl üçün baxıldı. Bax, sual verin, nə edildi? Baxıldı. Nə baxıldı deyə bilirəm mən? Yox, nəyə baxıldı? Məsəl üçün sənədlərə. Baxın, məcburam, yönlü yallı söz qoydum ora. Nə baxıldı deyə bilmədim. Məntiqi tərəfdən də cümlə bir-biri ilə uyuşmur. Səhərin açılan vaxtıdır, şəxsi cümlə üçün çıxıram. Məhəbbət kimdir? Məhəbbət şairidir. İkinci növ, birinci tərəfim qeyri-müəyyən yerli al. İkinci növdə parçalaya bilmirəm. Kim məhəbbət şairidir? Məhəmməd Füzuli. Müəyyən şəxsi cümlə oldu. İkinci növlə ifadə olunub. İsmi xəbər olacaq? Olacaq. Deməli, 4-dən neyniyəcək? Götürəcək. O istedadlı yatçıdır. Yatçı nədir? İsimdir. Düzdür, xəbər isimlə ifadə olunub. İsmi xəbər götürəcəm? Götürəcəm. Necə yatçıdır? İstedadlı. Kim? O. Müəyyən şəxsi cümlə oldu? Oldu. Cavabımız olacaq nə? 1, 4, 5. Sonra feili xəbərli ümumi şəxsi cümlə olsun. Ümumi şəxsi cümlələrdən nə olacaq? Xəbərim ikinci şəxsin təkində, bir də üçüncü şəxsin cəmində olacaq. Üçüncü şəxsin cəmi. Və biz bunu qeyri-müəyyən şəxsi cümlə ilə qarışdıra bilərik axı. Qeyri-müəyyən şəxsi cümlənin də xəbəri nədə olur? Üçüncü şəxsin cəmində olur. Amma aralarındakı fərq nədir? Ümumi şəxsi cümlə adətən aforizmlərlə, atalar sözlərlə ifadə olunur. Daha çox hamıya ifadə olunaraq bildirir. Yəni, buradakı ifadələr hamıya aid olur. Məsəl üçün, günü günə satmazlar. Atalar sözdür, bəli. Xəbərimə baxıram, günü günə satmazlar. Üçüncü şəxsin cəmindədir, cəmindədir. Mübtədam var cümlədə. Mübtədam yoxdur cümlədə. Olmamalıdır da elə. Amma təsvir eləyə bilirəm. Eləyə bilərəm. Günü günə satmazlar. Nəyi? Günü, tamamlıq. Nəyə? Elə günə satmazlar. Rahatlıq nə olacaq? A variantı. B-yə baxırıq. Araz aşığındandır, Kür topuğundan. Baxın, nə aşığındandır? Araz, nə topuğundandır? Kür. Müəyyən şəxsi oldu? Oldu. Hətta məndən feili xəbərli istəyir. Aşığındandır. İsmi xəbər. İsmi xəbər. Hal şəkilçisi qəbul edib. Məktəb binasını bu il tikiblər. Nə ediblər? Tikiblər. Düzdür? Nəyi? Məktəb binasını. Kim tikib? Nə vaxt tikiblər? Bu il zəfli. Kim tikib? Onlar tikiblər. Hamıya aid deyilsə, mübtədam da yoxdursa cümlədə nə götürəcəm? Qeyri-müəyyən C-ni çıxıram. D. Biraz sonra qapını döyüb bizi bayıra çağırdılar. Bizi bayıra çağıran kimdir? Onlardır. Feili xəbərim var burada? Var. Amma bizi bayıra çağıran kimdir? Onlardır. Başqa mübtədam yoxdur ki burada? Yox. Baxın, nə vaxt? Biraz sonra necə çağırdılar? Qapını döyüb kimi? Bizi hara çağırdılar? Bayıra çağırdılar. Zəfli. Nə vaxt? Biraz sonra. Onlar çağırdılar. Hamıya aid deyil. D variantına çıxırıq. Hamının borcu nədir? Vətəni qorumaqdır. Baxın, burada məsdər tərkibidir. Bunu da bilmək istəyirsinizsə, xəbəri mübtəda eləyin. Mübtədanı da xəbərə çevirin. Vətəni qorumaq hamının borcudur. Hamının borcudur. Hamının borcudur. Bax, nə hamının borcudur? Vətəni qorumaq. Fikir verdiniz? Mən bunu rahatlıqla mübtədaya çevirə bildim də, düzdür? Və o zaman bunu nə götürəcəm? Məsdər tərkibi götürəcəm. Hamının borcu da ın, bir də mənsubiyyəti görürük. Üçüncü parçalamıram. Bir yerdə oldu xəbər. İndi baxın, hamının borcu nədir? Vətəni qorumaqdır bir yerdə. Mübtəda xəbər. Məndən feili xəbər istəyir. Məsdər tərkibi də ifadə olunur. Məsdər tərkibi ilə nə götürəcəm? İsmi xəbər götürəcəm.
Bu qədər. Sonra 25. Biri feili xəbərli şəxsi cümlədir. Şəxsi cümləni dedim də mübtədanı düşünə bilmirəm, bərpa da eləyə bilmirəm. Orada belə şeylərdən az danışılır. Nə edilir? Danışılır. Nə qədər? Az. Zəfli. Nədən? Şeylərdən. Hansı şeylərdən? Belə. Harada? Orada. Şəxsi cümlədir. Mübtəda bərpa təsəvvür eləyə bilirəm. Nə təsəvvür eləyə bilirəm, nə bərpa eləyə bilirəm. Feili xəbərlidir. Nə edilir? Danışılır. Zaman şəkilçisi qəbul edib. Okeydir. Elə variantıdır cavab. Burada Koroğlular nə etmişlər? Aton kim? Koroğlular. Müəyyən şəxsi cümlə. B-ni çıxdım. Mənlə vuruşmağa kim gərək? Koroğlu gərəkdir. Dir burada elipsis olub, ixtisar olunub. Gərək də predikativ xəbər olduğuna görə nə olacaq? İsmi xəbər olacaq. Yadınızda qalsın. Predikativ xəbərlər bayaq da dedi. İsmi xəbərlərdir. C-ni də çıxıram. Məncə daha gecdir. Əzizim. Əzizim xitabdır. Sintaktik təhlilə cəlb olunmayacaq. Məncə də elə ara sözdür sintaktik cəhətdən. Daha gecdir. Hə, şəxsi cümlədir. Şəxsi cümlədir. Amma bizdən nə istəyir? Feili xəbər istəyir. Gecdir burada. Feili xəbər deyil. Gec burada nədir? Xəbərin ifadə forması nədir? Zərflə ifadə olunur. Zərflə ifadə olunursa, deməli zərf nədir? İsmi xəbərdir. İsmi xəbərdir. Ona görə D variantını götürməyəcək. Çoxsu burada D variantını götürə bilər. Amma D variantında ismi xəbərdir. Aha, uzanmışdı bizim şirinlər, İran torpağını ləkələyənlər. Kim? Bizim şirinlər. Hansı şirinlər? Baxın, burada mənsubiyyət ixtisarı olunub. Bu üçüncü növün bayaq dediyim istisna hallarda parçalanan formasıdır. Hansı şirinlər? Bizim kim uzanmışdır? Şirinlər uzanmışdır. İran torpağını ləkələyənlər. Söz bitdi. Bir tərəfi elə müəyyən şəxsi cümlədir. Burada şəxsi cümləli bir funksiya yoxdur. İsmi xəbərli şəxsiz cümlə. Demək, necə olacaq? Yenə, ismi xəbərli istəyir. Xəbər yoxdur. Yoxdur burada predikativ xəbərdir. Düzdür. Nə yoxdur? Xəbər kimdən? Onlardan. Mübtəda xəbərim var? Var. İsmi xəbərlidir, amma şəxsi cümlə deyil, müəyyən şəxsidir. İndi etibarsızdır. Necədir? Etibarsızdır. İsmi xəbərlidir. Nə vaxt? İndi kim? Çoxları. Mübtəda xəbərim var? Müəyyən şəxsli. Dünəndən qolum ağrıyır. Nə edir? Ağrıyır. Feili xəbərə baxın. Zaman şəkilçisi qəbul edib. Feili xəbərdir. Nə ağrıyır? Qolum. Nə vaxtdan? Dünəndən. Telegramı yoldan vurublar. Bax, yenə feili xəbərdir. Ib-dan sonra cəm şəkilçisi və yaxud xəbərli şəkilçisi artıra bilirəmsə, sən vurubsan, onlar vurublar, siz vurubsunuz. Bu cür şəkilçilər artıra bilirəmsə, nəyi yoldan vurublar? Ub orada olacaq zaman şəkilçisi. Ub həm də feili bağlama ola bilər də. Məsəl üçün, neynədir? Yazıb, içəri girdi. Yazıb içəri girdi. Necə içəri girdi? Ara qəlaqlə əvəz eləyə bilirəm, eləyə bilirəm. Feili bağlamadır. Feili bağlamadır. Amma desəm ki, bunu yazıb və bunu yazıb, düzdür? Bunu yazıb. Bunu yazıbsan artıra bilirəm də və yaxud yazıbdır deyə bilirəm də. Düzdür, deyə bilirəm. O zaman zaman şəkilçisidir. Zaman şəkilçisi feili xəbərlidir. Düzdür. Mən nə ismi xəbər istəyir? D-ni də çıxıram. C-ni də çıxıram. Görünür kənddə sakitlikdir. Ara sözümdür rahatlıqla. Harda? Kənddə nədir? Sakitlikdir. İsmi xəbərli şəxsi cümlə mübtədanı da təsəvvür eləyə bilmirəm. Cavab E variantı. 27. Nərgiz eyvanda oturub çay içirdi ki, onu telefona çağırdılar. Mürəkkəb cümləsinin budaq cümləsi sadə cümlənin hansı növünə aiddir? Ümumiyyətlə, aydınlaşdırma bağlayıcısı ilə işlənən tabe mürəkkəb cümlələrdə birinci nə gəlir? Birinci gəlir baş. Birinci gəlir baş cümlə. İkinci də gəlir budaq cümlə. Budaq cümlə də baş cümlədən asılıdır. Düzdür? Bunun istisna halı nədir? Yenicə, təzəcə, indicə kimi tipli sözlər artıra bilirəmsə və yaxud da cümlədə varsa, o zaman
Budaq baş gələcək. Budaq baş gələcək. Və bir də rahat yolun belə bilmək istəyirsinizsə, 2-dən əvvəl işlənən cümləyə baxın görün anda artıra bilirsinizsə, deməli elə budaq birinci gəlir. Baxın, Nərgiz eyvanda oturub çay içəndə neynədilər? Onun telefonu çağırdılar. Deyə bilirəm də, içəndə deyə bilirəm. Anda artıra bilirəm. Artıra bilirəmsə deməli nə olacaq? Budaq baş olacaq. Hamı gedib 2-ni görüb, əzbərləyib ki, məsələn də baş budaqdır. Yəni gedib sırazı onun telefona çağırdılara baxacaq və onlar çağırdılar. A götürəcək cavabı, qeyri-müəyyən şəxsi cümlə. Amma götürə bilmərəm. Çünki dedim axı bu istisna hal artıq burada işləyir. İşləyirsə, deməli birinci budaq, sonra başdır. O zaman da nə olacaq? Sadə cümlə hansı növünə aid olacaq? Kim oturub çay içirdi? Nərgiz. Mübtəda xəbərim var? Var. Olacaq nə? Müəyyən şəxsi cümlə. Üzgünlük, üzləmək, üzülmək sözlərinin kökləri hansı nitq hissəsinə aid olduğunu müvafiq ardıcıllıqla müəyyən edin. Bunun bir neçə yolu var. Ən rahat yolu sözdən əvəz eləməkdir. Bir də əgər baxa bilirsinizsə, şəkilçilərin yazılışına baxın. Əsasən iki cür yazılan şəkilçilər feylə artırılmır. İki cür yazılan şəkilçilər. Daha doğrusu baxın, üzgün deyirəm, üzləmək deyirəm, üzülmək deyirəm. İki cür yazılan şəkilçilər əsasən feylə artırılmır. Baxın, üzgün nədir?Ğın şəkilçisidir.Ğın şəkilçisi.Ğın, gin, ğun, gün. Bu 4 cür yazıldı. Deməli nə olacaq? Deməli feylə artırılıb. Və yaxud da sözdən əvəz eləyə bilək. Əzgin deyə bilirəm də, düzdür? Əzgin. Eləğın şəkilçisidir elə bu.Ğın, gin, ğun, gün. Əzdən əvəz eləyə bilirəm? Eləyə bilirəm. Eləyə bilirəmsə demək kökü nədir? Feyl artırdım da bura. Deməli birincinin kökü olacaq nə? Feyl. Birincisinin kökü olacaq feyl. Üzləmək. Lalə 2 cür yazılanda düzdür? 2 cür yazılır. Baxın, yerinə də söz qoyuram. Baş, başla. Üz, üzlə. Deməli nəymiş? Deməli bu ism imiş. Üzülmək. Il da gördünüz. Il da sizə belə bir şey deyim. Baxın. Sarsılmaqdır. Kiçilməkdir. Bu cür sözlərin köklərində gəlir. Leksik şəkilçi deyil burada. Sadə sözlərdir bunlar. Hətta bura dağılmaq da daxil ola bilər. Dağılmaq. Bu sözlərin tərkibində gəndə yadınızda saxlayın, leksik şəkilçi deyil. Leksik şəkilçi burada deyilsə, digər vəziyyətlərdə leksik şəkilçidir və feildən feil düzəldir. Yəni bunu avtomatik yadınızda saxlayın. Feildən feil düzəldir. Addan, yəni hər hansısa bir feil düzəldən ıl şəkilçisi yoxdur. Ona görə üzü də elə nə götürəcək? Feil götürəcək. Yerinə söz qoyub da düzəldə bilərsiniz. Məsəl üçün yaz, yazılmaq, döyülmək. Yəni bunu rahatlıqla verə bilirəm. Ona görə də cavabım nə olacaq? Feil, isim, feil. Hanı o bənd? Feil, isim, feil. C variantı. Sonra 29. Elə bunu da dediyim varianta var. Yenə gün nəyə artırılıb? 4 variantı şəkilçidir. Birinci olacaq nə? Elə feil. Düzəlmək. Söz qoyum. Düzəlmək, kökəlmək. Görürsünüz, 2 variantlı şəkilçidir. Yenə olacaq nə? Bu dəfə söz qoyanda daha rahat tapırsan. İndi bəzi şəkilçilər var ki, 2 cür olsa da bəzən bu həmişə sifət ola bilməz də. Yəni isim də ola bilər. Baxın, lalə. İsimdən feil düzəltdim. Burada düzün əvəzinə məsəl üçün kök qoyuram. Kökəlmək deyə bilirəm. Deməli nəymiş bu? Bu sifət imiş. Düzülmək. Yenə ülü gördüm. Düzülmək. Feil. Hanı? Feil, sifət, feil. B variantı. 29-da 7, 28-də. Rahatlıqla. Nümunədə altından xətt çəkilmiş sözlər hansı nitq hissəsidir? Sən mənim baxtımı gör. Qızıldan taxtımı gör. Üz döndərib gedən yar bir barı baxtımı gör. Baxın, bu görmək, təəccüblənmək mənasında, yoxlamaq mənasında işlənəndə olacaq ədat. Digər hissələrdə də feildir.
Bu görmə mənası var. Qızıldan taxtıma bax, sən mənim baxtımı gör. Burada yoxla mənasında deyil, baxmaq mənasında, gözünü zilləmək. Amma bir bəri baxdımı gör, baxını yoxlamaq mənasında deyir. Yoxla görüm bir bəri baxdımı. Bu mənada da işlənirsə olacaq nə? Feil və bu mənada da işlənəndə yoxlamaq mənasında, təəccüblənmək mənasında. Məsəl üçün, gör necə gözəl oxuyur. Təəccüblənmək mənası verir də, düzdür? Və yaxud da bir bəri baxdımı gör, yoxla onu gör, bura baxdımı. Olacaq ədat. Deməli, digərlərində feil, burada ədat, feil və ədat. Cavab olacaq A variantı. Sonra 31. Hansı cərgədəki sözlər ən azı 2 müxtəlif köməkçi nitq hissəsi istəyir bizdən? Baxın, A-da sarı qoşma olar. Səndən sarı, səndən sarı, evə sarı. Deyə bilərəm də. Həm də feil ola bilər. Sarımaq, bağlamaq mənasında. Başqa nitq hissəsi olmayacaq. Ona görə A-nı çıxıram. Savayı onsuz da qoşmadır, aid də qoşmadır. Sənə aid, səndən savayı. Daha ədatdır, başqa yoxdur. Amma bağlayıcı funksiyasındadır. Yalnız da ədat funksiyasından. B-ni çıxıram. Hə, bir yalnız əsas nitq hissəsi baxımından amonim ola bilər. O da məsəl üçün sifət, yalnız adam. Necə adam? Yalnız adam. Və ya düzəlt funksiyasında yalnız qalmışdı. Necə qalmışdı? Yalnız qalmışdı. Bu zamanda olacaq zərf. Və ha belə həmçinin və bilirik onsuz da bağlayıcıdır. Ha belə də bağlayıcı, həmçinin də elə. D-ni də çıxıram. Ki həm bağlayıcı ola bilər, həm ədat ola bilər. Məsəl üçün, sən ki belə deyildin, bağlayıcı funksiyasında da elə danışırdı ki, məsəl üçün, doğrunun bağrı çatladı. Bağlayıcı ədat olar. Məgər sual ədatıdır. Məhz elə ədat olacaq. C-ni də çıxıram. Qalır nə? E variantı. İlə qoşma mənasında. Məsəl üçün, neynədim? Babamla getdim. Baxın. Bir dəqiqə üzrlü sayın. Məsəl üçün, babamla getdim. Babamla getdim. Kimlə getdim? Babamla getdim. Bir də deyirəm ki, babamla mən getdik. Bu cümləni niyə görə belə yazdım? İndi biləcəksiniz. Baxın. Baxın, burada xəbər nədədir? Cəmdədir. Burada xəbər nədədir? Təkdədir. Gedən kimdir? Mənəm. Əgər xəbərim təkdədirsə, babamla mən eləyim bunu. Babamla mən getdim. Əgər xəbərim təkdədirsə, la burada, baxın, babamla olacaq tamamlıq, mən olacaq mübtəda. Mən çünki babamla getdim. Amma babamla mən getdik desəm, artıq burada la nə olacaq? La burada olacaq bağlayıcı. Babam və mən getdik. Xəbərim əgər cəmdədirsə, mən burada rahatlıqla la-nı neynəyəcəm? Bağlayıcı götürəcəm. Babam və mən neynədik? Getdik. Babamla mən getdimdə isə la-nı və ilə əvəz eləyə bilirəm. Amma bu zaman xəbərimə baxmalıyam. Xəbərim cəmdə olmalıdır ki, mən onu bağlayıcı götürüm. Həm cinslik olmalıdır ki, cümlə üzvlərini bir-birinə bağlasın da, düzdür? Və yaxud da sözləri. Bu zaman elə ona görə yazdım ki, biləsiniz. La qoşma, la bağlayıcı. Yəni, həm sual ədatı, yəni sən bunu bilmirsən, bir də yəni bağlayıcı kimi işlənə bilər. Məsəl üçün, tutaq cümlə üzvlərinin əsasən əlavəsində, cümlə üzvləri ilə əlavə arasında işlənir. Məsəl üçün, tutaq mən onu, yəni babamın dostunu. Mən onu, yəni babamın dostunu. Baxın, cümlə üzvünün onu, yəni babamın dostunu. Babamın dostunu əlavədir. Kimi? Onu cümlə üzvünün əlavə arasında işləndi. Ancaq da, baxın, məhdudlaşdırıcı mənasında, məsəl üçün, mənə ancaq yalnızdan əvəz eləyə bilirəmsə, olacaq nə? Ədat, yalnızdan əvəz eləyə bilirəmsə. Və yaxud da, tutaq, qarşılaşdırma mənası bildirirsə, məsəl üçün, dedim, ancaq, vergülü qoydu, ancaq eşitmədi. Demirəm, yalnız eşitmədi.
Dedim, ancaq eşitmədi. Və qarşılaşdırdım. Mən dedim, ancaq kim eşitmədi? O eşitmədi. Ona görə də rahatlıqla oldu nə? Bağlayıcı ədat. Sonra 32. 32-də necə olacaq məsələ? 32-ci suala çatmışıq, artıq 30 dəqiqədir. Hansı cümlədə vasitəsiz nitqə aid cümlənin xəbəri feilin əmr şəklindədir? Vasitəsiz nitq haradır? Müəllifin dediyi söz olmalıdır. Düzdür? Baxın, ay qız nədir adın? Dırnaq içində verilən cümlələrə fikir verin. Deyən kimdir? Mənəm. Baxın, müəllifdir bu. Müəllifin sözü də nədir? Vasitəsiz nitqdir. Deməli, cümlənin xəbəri feilin əmr şəklində olsun. Ay qız, nədir adın? Və yaxud adın nədir? Bax, ismi xəbərlidir. Burada heç bir feil yoxdur onsuz da. Bir dənə dedim var. Dedim isə belə deyək də müəllifin sözüdür. Vasitəsiz nitq deyil və əmr şəklində deyil. Mən nə etdim? Dedim, nə etdim? Dedim. Bu zaman şəkilçisi qəbul edib. Bilirəm, ən şirin rüyalarda sən deyirsən, sevgilim gəlirmi ora? Və baxın, nə edirmi? Gəlirmi? Yenə olacaq nə? Zaman şəkilçisi qəbul edib. Dırnaq içində verilən sözdə mənim vasitəsiz nitqimdir. Ona görə B-ni də çıxacaq. C-də nə böyük hikmətlə demiş babalar. Bu müəllifin sözüdür. Buradan işim yoxdur mənim. Nə böyük hər şey öz suyunu ürəkdən içər. Nə edər? İçər. Xəbər şəkilçisi əmr olmayacaq. Zaman şəklindədir bu. Əmr şəklində deyil. Elə həmçinin digər baxın, burada A-da dediyi feil yoxdur. Feil var, amma vasitəsiz nisqə deyil. Müəllifin sözündədir. O da zaman şəkilçisi qəbul edib xəbər şəklindədir. B-də baxın, yenə bilirəm. Müəllifin sözüdür. Vasitə sən deyirsən. İrə baxın, zaman şəkilçisidir. Bu da deyim ki, əmr olsun müəllifin sözündə çaşıb götürəsiz. Yox. Sevgilim gəlirmi ora? Baxın, vasitəsiz nitqdədir. İr, nə edirmi? Gəlirmi? Zaman şəkilçisidir. Sonra mən oxudum gözlərindən. Heç nə bu, müəllifin sözü. Şair, nə tez qocaldın sən? Şair, nə tez qocaldın sən? Baxın, nə etdin? Qocaldın. Dını görürsünüz, xəbər şəklindədir. Əmr şəklində deyil. Mənə şəxs onluqları lazımdır. Əbədi səs gəlir o türbələrdən. Var olsun azadlıq, var olsun bahar. Azadlıq, var olsun. Baxın, heç bir zaman şəkilçisi və digər şəkillərin şəkilçisi yoxdur. Şəxs onluğudur. Var olsun, var olsun. Vasitəsiz nitqdədir. Vasitəsiz nitqdədir. Cavabımız olacaq E variantı. Sonra torpaq deyir, səndən hərəkət, məndən bərəkət. Verilmiş cümlə haqqında səhv fikir istəyir bizdən. Demək, nə olacaq burada? Səndən məndən sözləri çıxışlıq hallı əvəzi ilə ifadə olunmuş. Kimdən hərəkət? Səndən. Kimdən hərəkət? Məndən. Tamamlıqlardır, düzdür. Səhv istəyir, bir də anı çıxırıq. Vasitəsiz nitqli bu cümləni vasitəli nitqə çevirmək mümkündür. Torpaq deyir ki, ondan məsəl üçün torpaq deyir ki, ondan hərəkət və yaxud bizdən bərəkət və yaxud səndən, bu fərqi yoxdur. Səndən, sizdən hərəkət, bizdən bərəkət. Çevirə bilirəm də, çevirə bilirəm. Ona görə B-ni də çıxıram. B-ni verə bilmərəm burada. Bu cümlədəki vasitəsiz nitqdə tərəflər qarşılaşdırılır. Tərəflər vasitəsiz nitqim haradır? Bu hissədir, düzdür? Baxaq, səndən hərəkət, məndən bərəkət. Eyni anda deyir də bunu. Eyni anda. Çünki sən hərəkət elə ki, məndən də bir bərəkət gəlsin. Mən burada qarşılaşdırmıram. Səndən hərəkət, amma məndən bərəkət olsun. Yox, belə bir şey yoxdur burada. Eyni anda istəyir bizdə. Burada nə olacaq? Zaman əlaqəsi olacaq. Zaman əlaqəsi də olduğuna görə mən C variantı səhv olacaq. Cavabım C variantıdır. Müəllif sözləri feili xəbərli cümlədir. Bəli, torpaq nə edir? Deyir. Rahatlıqla xəbər şəklində ifadə olunub. D-ni çıxıram. Vasitəsiz nitqdəki mürəkkəb cümlənin tərəfləri intonasiya ilə bağlanıb. Səndən hərəkət, məndən də nə? Bərəkət. Bağlayıcı yoxdursa, vergülün varsa ilə rahatlıqla intonasiyadır. E-ni də çıxdıq.
34. Kənd sakinləri deyirlər: qurd tükünü dəyişər, xasiyyətini dəyişməz. Verilmiş cümlə haqqında səhv fikir hansıdır? Tükünün xasiyyətini mənsubiyyət və hal şəkilçili isimlə ifadə olunmuş vasitəsiz tamamlıqlardır. Bu vasitəsiz tamamlıqlar proqramdan çıxıb, amma sizə deyim bilin. Vasitəsiz tamamlıqlar ismin təsirli halında olur. Kimi, nəyi, haranı, bir də nə suallarına cavab verir. Baxın, nəyi dəyişər? Tükünü, nəyi dəyişməz? Xasiyyətini. Vasitəsiz tamamlıqdır. Bəli, anı çıxıram. Vasitəsiz nitqli bu cümləni vasitəli nitqə çevirmək mümkündür. Kənd sakinləri deyirlər ki, qurd tükünü dəyişər, xasiyyətini dəyişə bilirəm. B-ni də çıxıram. Müəllif sözlərində mübtəda söz birləşməsi ilə ifadə olunub. Baxın, müəllif sözü buradır. Kənd sakinləri deyirlər. Nə edirlər? Deyirlər. Kim? Kənd sakinləri, kəndin sakinləri. İkinci növ. İsmi birləşmədir, ismi birləşmədir. Söz birləşməsi ilə ifadə olundu. Elə bu da düzdür, bu da düzdür, bu da düzdür. Bu cümlədəki vasitəsiz nitq tərəfləri qarşılaşdırılan tabesiz mürəkkəb cümlədir. Baxaq, qurd tükünü dəyişər, xasiyyətini dəyişməz. Tükünü dəyişən kimdir? Qurddur. Xasiyyətini dəyişməyən kimdir? Yenə də qurddur. Baxın, nə tükünü dəyişər? Qurd, nə xasiyyətini dəyişməz? Elə qurd. İki xəbər də bir mübtədaya aid oldu. Demək ikisi də nədir? Həmcins xəbərlərdir. Ona görə də D variantını götürə bilmərəm. Səhv fikirdir, səhv fikirdir. E-də dəyişər, dəyişməz, təsdiq və inkar feillərdə ifadə olunmuş feili xəbərlərdir. Bəli, zaman şəkilçi qəbul eləyib. Rahatlıqla da feili xəbərlərdir. Təsdiq və inkarda dəyişər, təsdiqdə, dəyişməz də inkardadır. Hansı nümunədə zərfdən düzəlmiş sifət cümlənin ismi xəbəridir? Baxaq, zərfdən düzəlmiş sifət olsun, ismi xəbəri. Xəbərlərə baxıram. Ağappaq idi, aşağısında idi, aşağıdakılardır, qabaqlamaqdır, bir də düzəldilmişdir. Düzdür? Süfrə qar kimi ağappaq idi. Ağappaq elə sifətdir. Zərfdən düzəlib, yox. Ümumiyyətlə, burada sifətin dərəcə funksiyalarından, onlardan düzələn sözlər, ümumiyyətlə, istər şəkilçi olsun, istər hissəciklər olsun, şəkilçilər ümumiyyətlə qrammatika kitablarında da, elmi kitablarında da, tam məktəb dərsliklərində elə tam onun cavabı yoxdur. Leksikdir, yoxsa qrammatikdir. Amma yenə də ağappaq idi, sifətdir, zərfdən düzəlməyib, yox. Ağappaq idi, çoxaltma dərəcəsində olan sifətdir. Burada zərf yoxdur. Malqara kəndin aşağısında idi. Kəndin harda idi? Kəndin aşağısında idi. Zərfdən düzəlmiş sifət deyir burada. Sifət burada cümlənin xəbəri. Kəndin aşağısı üçüncü növdür, bir yerdə xəbərdir. Nə? Malqara. Sonra sizin təmir etdiyiniz stullar aşağıdakılardır. Hansı stullar? Sizin təmir etdiyiniz. Sizin etdiyiniz fe'li birləşmədir. Fe'li birləşmədir. Çünki dıq üstü mənsubiyyət əsas tərəfdədirsə, yadınızda qalsın. Mən o birləşməni fe'li birləşmə götürəcəm. Düzdür. Fe'li birləşmələri, ismi birləşmələri çevirmək olar. Məsəl üçün, mənim oxumağım, ümumiyyətlə, ismi birləşmələrin əsas tərəfi fe'llə ifadə oluna bilər. Amma bu istisna hallarda bir dıq üstü mənsubiyyətdir, üçüncü növdə. Bir də acaq üstü mənsubiyyətdir. Bunlarla ifadə olunduqda mən yenə də fe'li birləşmə götürəcəm. Hardakılardır? Aşağıdakılardır. Baxın, aşağıdakı hansı nitq hissəsində düzəldiyi deyəndə nəyə baxıram mən? Sonuncu leksik şəkilçini çıxacam. Neçə leksik şəkilçi varsa, onu çıxıram, sözə müstəqil şəkildə baxıram. Bir leksik şəkilçi varsa, çıxıb kökə baxacam. İki leksik şəkilçi varsa, ikincini çıxıb, yerdə qalan sözün başlanğıc olmasına baxacam. Üç də varsa, üçüncünü çıxıb, yenə yerdə qalan başlanğıc olmaya baxacam. Burada da aşağı sözün kökü, dakı leksik, lar qrammatik, dır qrammatik. Lar qrammatik, dır qrammatik. Dakını çıxıram, aşağı, aşağıda nədir? Zərfdir. Cavabımız olacaq. Hansılardır? Aşağıdakılardır. Cavabımız da olacaq nə? C variantı. Məqsədimiz rəqibləri qabaqlamaqdır. Qabaq sözün kökü, qabaqlamaq nədir? Qabaqlamaqdır. Maq qrammatik şəkilçidir, qrammatik şəkilçi, la leksik.
Lan çıxıram, düzdür. Burada lan çıxıram qabaq qalır. Qabaqlamaqsa nədir? Ümumiyyətlə feil, sifət deyil. Gördüyünüz bu üsullar zavodda düzəldilmişdir. Düzəldilmişdir də elə nədir? Ə, Düzəldilmişdir. Zaman şəkilçisi var. Feili xəbərdir. Sifətdən düzəldilmişdir. İli çıxıram. Baxın, düz sözün kökü əl leksik, d leksik, il leksik, miş qrammatik, dir qrammatik. İli çıxıram, düzəltmək cümlənin nəyi oldu? Cümləni feildən düzələn feil oldu. Yəni burada sifətdən danışa bilmərəm. Sonra 36. Yenə zərfdən düzəldilmiş nəyi istəyir bizdən? Sifəti istəyir, yenə ismi xəbər olsun. Baxın, nə etdi? Tezləşdirdi. Feil oldu, götürə bilmərəm. Anı çıxıram. Necə idi? Dumanlı idi. Sifətdir. Amma baxın, duman sözün kökü l leksik. Nədən düzəlib? L-nı çıxıram, isimdən düzəlib. B variantda getdi. Əsas məsələ nədir? İrəliləməkdir. İrəli sözün kökü irəlilə, irəliləmək, irəliləməkdir. Deməli, l-ni çıxıram, irəli zərfdir, amma irəliləmək nədir? Feildir, sifət deyil. Deyingənlik və acıdillik başqalarına da hörmətsizlikdir. Hörmətsizlik nədir? Hörmət sözün kökü siz leksik, lik leksik, dir qrammatik. Sifətdən düzələn isimdir burada. Liki çıxıram, hörmətsiz sifət olur. Hörmətsizlik də özü isimdir. Burada sifət istəyir məndən, D-ni də çıxıram. Ay Fərid, sənin aldığın çörək dünənki imiş. İmiş qoşulur sözə bir yerdə. Həm ismi xəbər funksiyasında, həm də feili xəbər funksiyasında. Məsəl üçün yazırmış. Baxın, elə eyni şeydir. Nə edirmiş? Yazırmış, yazır imiş. Ayrı verə bilərəm onsuz da. Yenə də feili xəbər olacaq. Hansı, özündən əvvəlki hansı sözə qoşulursa, təsvirlənən feil olduqda olacaq feili xəbər. Digər nitq hissələrinə də qoşulursa, bu ism, sifət, say, əvəzliyin özü olsun. Əgər təsvirlənən feilin formasını qəbul etməyibsə, olacaq ismin xəbər. Dünənki imiş, baxın. Dünən, dünənki. Kini çıxıram, dünən zaman zərfidir, düzdür? Zaman zərfi. Ki hansıymış? Dünənki imiş. Zərfdən düzələn sifətdir, sifətdir. Rahatlıqla. Önce cavabımız olacağından E variantı. 37. Hansı tabesiz mürəkkəb cümlənin tərkib hissələrindən birincisi tabesiz istəyir məndən? Qeyri-müəyyən şəxsli olsun. İkincisi də müəyyən şəxsli olsun. Hər tərəfə nur ələyən ay onun yolunu işıqlandırır. Sərin mes saçlarını, üzünü oxşayırdı. Baxın, nə edir? İşıqlandırır. Nə? Ay, müəyyən şəxsli. Nə edirdi? Oxşayırdı. Nə? Meh oxşayırdı da, düzdür. Hər iki tərəfi də nə oldu? Müəyyən şəxs oldu. Götürə bilmərəm. Gecə yarısı idi. Qapımız döyüldü. Nə vaxt idi? Gecə yarısı idi. Şəxsiz cümlə. Nə döyüldü? Qapımız nə etdi? Döyüldü. İkinci tərəfim müəyyən şəxsdir, amma birinci tərəfim şəxsizdir. Məndən qeyri-müəyyən istəyir. Gah peşəkar artistlər tamaşa göstərir, gah da öz fəaliyyət kollektivləri çıxış edirdilər. Baxın, artistlər tamaşa göstərir, mübtəda xəbər müəyyən şəxsdir, öz fəaliyyət kollektivləri nə edirdilər? Çıxış edirdilər. Kim? Öz fəaliyyət kollektivləri. İkinci ötəyini söz birləşməsidir. Rahatlıqla, yenə də müəyyən şəxsi oldu. Oldu. C-ni də çıxıram. İndi sənin də əmrini gətirərlər. Sevinərsən. İndi sənin də əmrini gətirərlər. Onlar gətirərlər. Düzdür? Onlar gətirərlər. Oldu qeyri-müəyyən. Onlar gətirdi axı. Tabes mürəkkəb cümlədir. Onlar gətirərlər. Sevinərsən. Sən sevinərsən. İkinci şəxsin təkində olsa da baxın, xəbəri mən hamıya aid eləmirəm. Yəni burada ümumi şəxsi götürmək istəyirsiniz, amma elə bir şey eləməyin. Xəbəri hamıya aid eləyə bilmirəm, mübtədanı bərpa eləyə bilirəm, təsəvvür eləyə bilirəm, sən sevinərsən. Müəyyən şəxsi cümlə. D variantı. Aşı bişirən yağ olar, gəlinin üzü ağ olar. Aşı bişirən kim yağ olar? Aşı bişirən gəlinin üzü ağ olar. Elə gəlinin ağ olmaq, üzü ağ olmaq, gəlinin üzü ağ olmaq bir yerdə elə şəxsi cümlədir. Üzü ağ olmaq frazeoloji birləşmədir. Kimin deyə də bir cümlə özünün sualı yoxdur deyə. Mən məcbur nə edirəm?
Gəlinin sözünü frazoloji birləşmənin tərkibinə daxil edirəm. Sonra 38. Hansı tabeliyyət mürəkkəb cümlənin tərkib hissələrindən birincisi müəyyən, ikincisi qeyri-müəyyən şəxsi cümlədir. Baxaq, bu əzablar da həyatdır, dözməliyik. Bu əzablar da həyatdır. Kim dözməlidir? Biz, müəyyən şəxsi, birinci şəxsin cəmindədir. Nə həyatdır? Əzablar nədir? Həyatdır. İkisi də müəyyən şəxs oldu. Məndən müəyyən, ikincisi qeyri-müəyyən istəyir. Müəyyən, qeyri-müəyyən. Səbinə onun dediklərini nəzərə alandan sonra uşaqlar da ona qarşı mülayim davranmağa başlamışdılar. Nə vaxt uşaqlar ona mülayim davranmağa başlamışdılar? Səbinə onun dediklərini nəzərə alandan sonra. Bu ümumiyyətlə sadə cümlədir. Uşaqlar davranmağa başlamışdılar. Kim? Uşaqlar. Müəyyən şəxsli sadə cümlədir. B-ni də çıxıram. Cavab B deyil yəni. Səhv oldu orada. B-ni də çıxıram, A-nı da çıxıram. Sonra Araz vaxtında gəlib çıxdı. Amma kim vaxtında gəlib çıxdı? Araz. Gəlib çıxdı bir yerdə xəbər. Nə vaxt? Vaxtında. Kim? Araz. Amma onun dediklərini hələ də kimlər gətirməmişdilər? Onlar. Nəyi gətirməmişdilər? Onu dediklərini. Onlar qeyri-müəyyən şəxsi cümlə. C variantı. Dayısının böyük oğlu nə edir? Oynayır. Kim? Dayısının böyük oğlu 3-cü növ. Kim yatırdı? Kiçiyi. Nə edirdi? Yatırdı. İkisi də müəyyən şəxsi cümlə. Fəhmin daha səylə oxuyur. Kim? Fəhmin. Necə oxuyur? Səylə o heç. Müəllimlər isə hələ də ondan müəllimlər narazı idilər. Kim? Müəllimlər. Bir yerdə də oldu. Yenə də müəyyən şəxsli cümlə. Hər iki tərəfi əmr cümləsi ilə ifadə olunmuş tabeli mürəkkəb cümləni istəyir bizdən. Baxaq. Arxayın olun ki, siz arxayın olun. Əmr cümləsi siz arxayın olun. Var da əmr, düzdür, amma hər iki tərəfini istəyir bizdən. Nə edəcək? Vuruşacaq. Acaq əcəyi gördük. Xəbər şəklindədir. Əmr şəkli deyil. Çünki acaq nədir? Zaman şəkilçisidir. A-nı çıxırıq. Mərdan xəyalında tutdu ki, baxın, meydana getsin. Nə etdi? Tutdu. Xəbər şəkli oldu. Zaman şəkilçisi qəbul edib də, düzdür. Ona görə B variantında çıxacam. Getsin əmr şəklindədir. O getsin. Okeydir bu. Rahatlıqla əmr götürə bilərəm. Amma məndən yenə də hər iki tərəfini istəyir. C-yə baxaq. Məktub göndər ki, bax, sən göndər. Sən göndər ki, təkliflərini yazılı şəkildə bildirsin. Kim bildirsin? O bildirsin. Rahatlıqla ikisi də əmr şəklindədir. Heç bir şəkilçisi yoxdur. Cavabımız C variantı. Yaxşısı budur ki, burada ümumiyyətlə əmr cümləsi, ümumiyyətlə burada yaxşısı budur ki, feil yoxdur burada. Sözümüzü həmişə neyiniyək? Sadiq qalaq. Biz sadiq qalaq. Burada var bir dənə, D-ni də çıxırıq. Hava isinməmiş yola çıxdıq ki, uşaqlar istəyə düşməsin. Kim çıxdı? Biz çıxdıq da, biz yola çıxdıq. D-q, düzdür. Oldu zaman şəkilçisi, oldu. Birinci tərəfimizdə oldu yenə xəbər. Düşməsində əmr şəklindədir. Nə variantına çıxdıq. Hər iki tərəfi əmr cümləsi ilə ifadə olunmuş, yenə eyni şəkildə. Telegramda sən neynə? Qeyd elə. Neynəsinlər? Toya gətirsinlər. Onlar gətirsinlər, düzdür. Cavabımız A variantı olacaq. B-də siz bilin əmrdir. Biz ancaq xeyirxah məqsəd neynirik? Güdürük, nə edirik? İr olacaq nə? Zaman şəkilçisi xəbər şəklində. B-ni çıxdım. İnci müəllimə düşündü ki, nə etdi ki? Düşündü ki, yenə xəbər şəkli, zaman şəkilçisi qəbul edib. Yola salsın əmrdir. Birinci tərəfim xəbər, ikinci tərəfim əmrdir. C-ni də çıxıram. Arzu bilirdi ki, baxın, nə edirdi ki, bilirdi ki, iri gördük. Xəbər şəkli, zaman şəkilçisidir. D-ni də çıxıram. Fərasətli o, burada da feil yoxdur ümumiyyətlə. Bilməlisən ki, sən bilməlisən ki, malı məli. Vacib şəkli. Tənbəllik insana nə etməz? Fayda verməz. Qeyri-qəti gələcək zaman şəkilçisində burada görürəm. Burada olacaq xəbər şəkli. Vacib xəbər. Cavabımız olacaq elə A variantı. Hələlik bu qədər. Ümid edirəm ki, bu izahlar sizin üçün faydalı olacaq. Sağ olun. Hələlik.